Saif Təbrizinin bir gözəl tək beyti var. Həqiqətən də üstadım demiş, əsanın üstünə yazmalı bir beyt. Deyir ki, bəşarət meydəxəd hərdəm, əsaye pir در دستم که مرگ اینجاست یا اینجاست یا اینجاست ya incas. Yəni qocalıq əsası hər nəfəsdə mənə bir bəşarət verir ki, ölüm burdadır, ya burdadır, ya burdadır, ya burdadır. Xoş sahib kimi insanların halına ki, ölüm yaxınlaşdıqca onlara bir böyük müjdə verir ki, onlar həyatlarını şərəflə, namusla, vicdanla, canfədalıqla, maarifpərvərliklə, məhəbbətlə, mərhəmətlə yaşamış insanlardır. Əsa deyəndə məsələn xəstələrin də əsası olur, qocaların da əsası olur. Sahib burada qocalıq əsasından danışır, yəni ömrünün sonuna çatmağından danışır. Və nəfəs sözündə burada belə işlədir. Tam mənasında dəm sözünü işlədir. Çünki insanın həyatı başdan başa nəfəsdən ibarətdir. Ölüm də onun son nəfəsidir. Bizim hər atdığımız addım, hər nəfəsimizdə sahibin əsası kimi bizi ölümə yaxınlaşdırır. Yəni cavanlığımızdan, qocalığımızdan asılı olmayaraq ölüm bizim çox yaxınımızdadır.